Sual verilir ki, şəhərdə Hindistan və Monqolistandan gətirilmiş ətlər satılır. Almaq olan bildiyim qədər Monqolistan nəsrani deyil. Əgər şübhələnirsənsə, uzaq olmağın daha məsləhətdir. Deməli, Hindistan elədir ki, onlar yəni inəyə, heyvana ibadət edirlər, onlar heyvan kəsmirlər. Deməli, ola bilər kəsənlər müsəlman olsun. Yəni, hər bir halda əgər şübhələnirsənsə, uzaq ola bilərsən. İnsan şübhəli şeydən çəkinsin. Amma ümumi qayda olaraq, yəni əgər bir kitab əhlinin kəsibsə, kəsdiyi halaldır. Kəsdiyi halaldır. Əgər kəsməyibsə, öldürübsə, bu haramdır. Yerdə qalır üçüncü məsələ, bilmirsən, kəsiblər yoxsa öldürüblər. Belə bir halda da ixtilaf var. Bəzi alimlər buyurur ki, əslinə qaytararaq, yəni yeyirsən. Amma Şeyx Əlban Rəhiməhullah isə deyir ki, çəkinmək daha məsləhətdir, məqsədə uyğundur. Çünki onlarda belə bir qayda var ki, vaxt qızıldan daha üstündür. Kəsmək üçün vaxtlarını keçirmirlər və öldürürlər yəni. Ola bilər sonradan artıq görüblər ki, heyvanı kəsmədikləri zaman xəstəliklər ortaya çıxır, qan çıxmadığı zaman və onlar da artıq deyilənə görə kəsməyə başlayıblar. Yəni, hər bir halda, əgər bilirsənsə kəsirlər, əhli kitabı yəni kəsir, onda onların kəsdiyi halaldır. Əgər öldürüblərsə heyvanı, onda halal deyildir.